Ey uca, ey əzəmətli, ey bağışlayan, ey mərhəmətli. Sən əzəmətli Rəbsən. Elə bir Rəbb ki, bənzəri yoxdur, eşidən və görəndir. Bu ay səni başqa aylardan əzəmətli, kəramətli və üstün etdiyin bir aydır. Elə bir ay ki, bu ayda oruç tutmağı mənə vacib etmisən. Və bu ay insanları doğru yola yönəldən, açıq-aşkar dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran, Qur'anı nazil etdiyin Ramazan ayıdır. Bu ayda Qədr gecəsini qərar verib o gecəni 1000 aydan xeyirli etmisən. Ey minnət sahibi, sənə minnət qoyulmaz. Minnət qoyduğun kəslərin sırasında məni oddan azad etməklə mənə minnət qoy və məni cənnətinə daxil et, öz rəhmətinə xatir. Ey rəhm edənlərin ən rəhimlisi.